Xoş gördük. Bəli, Azərbaycan Prezidentinin Zığulba iqamətgahından salamlayırıq sizi. Artıq xəbər verdiyimiz kimi dünəndən etibarən Şimali Makedoniya Prezidenti ölkəmizdə rəsmi səfərdədir və bir qədər əvvəl indi dayandığımız meydanda ali qonağın rəsmi qarşılanma mərasimi oldu. Arxada isə göründüyü kimi Azərbaycan və Şimali Makedoniya bayraqları dalğalanmaqdadır. Ümumiyyətlə bu səfər gözlənilən idi. Ötən ilin noyabrında ölkəmizdə işgüzar səfərdə idi Şimali Makedoniya Prezidenti COP29-da iştirak edirdi və həmin səfər zamanı liderlər arasında görüşdə liderlər bir-birlərini rəsmi səfərə dəvət etmişdilər və göründüyü kimi bu səfərlərdən biri artıq gerçəkləşir. Şimali Makedoniyanı Azərbaycanın Avropadakı müttəfiqlərindən, tərəfdaşlarından biri kimi qiymətləndirmək olar. Məsələ burasında ki, xüsusilə enerji sahəsində iki ölkə arasında sıx əməkdaşlıq var. Ötən ilin sonundan etibarən artıq faktiki olaraq Şimali Makedoniya Azərbaycan qazını alan Avropa ölkələrindən biridir. 11-ci Avropa ölkəsidir. Məlum olduğu kimi Trans-Adriatik boru kəməri vasitəsilə artıq Avropanın 10 ölkəsi bu vaxta qədər Azərbaycan qazını əldə edir. Ötən il 25 milyard kub metr Azərbaycan qazı ixrac edilib. Onun yarısı Türkiyənin payına düşür, digər yarısı isə Avropanın bu 10 ölkəsi tərəfindən idxal edilib. Bütün Balkan ölkələri kimi Şimali Makedoniyada Azərbaycan qazının alıcıları sırasındadır. Eyni zamanda bugün Cənubi Avropa, Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolu özünü göstərməkdədir. Xüsusilə nəzərə alsaq ki, bugün Rusiya-Ukrayna münaqişəsi Avropanı bu mövzuda enerji təhlükəsizliyi, mənbələrin şaxələndirilməsi mövzusunda daha ciddi, daha həyəcanla düşünməyə vadar etmişdi və məhz Bakıda elə Zığulba iqamətgahında Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memoranduma əsasən hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Ümumilikdə isə Şimali Makedoniya ilə əməkdaşlıq əlaqələrinin şaxələndirilməsi perspektivləri var. Kənd təsərrüfatı, enerji, eyni zamanda texnologiyalar sahəsi və digər sahələrdə əməkdaşlıq imkanları var. İnvestisiya sahəsində hər iki ölkə maraqlıdır və bütün bu məsələlərin Bakıda aparılacaq müzakirələrdə diqqət mərkəzində olacağı gözlənilir. Müzakirələrin əsas kontentinin, əsas detallarının nədən ibarət olacağını yəqin ki, biz günün növbəti saatlarında əldə edə biləcəyik və növbəti buraxılışlarımızda həmin detalları da sizinlə bölüşməyə çalışacağıq. Hələlik bizim buradan çatdıra biləcəklərimiz bu qədər.